Hamınızı salamlayıram. Gəlin birlikdə çox maraqlı bir mövzuya baş vuraq. Süni intellekt akademik tədqiqat dünyasını necə dəyişdirir? Amma bilirsiniz, bu yeniliyi kamanlamaq üçün gəlin əvvəlcə bir neçə addım geri gedək və elmin öz tarixçəsinə qısaca nəzər salaq. Baxın, bu zaman xətti əslində heyrətamiz bir mənzərəni göstərir. Elmi axtarışlar qədim sivilizasiyalarda başlayıb, amma 20-ci əsrə çatanda hər şey sanki partlayışla sürətlənib. İndi isə 21-ci əsrdə biz tamamilə fərqli bir dövrdəyik. Rəqəmsal elm dövründə. Bu nə deməkdir? Bu o deməkdir ki, hər saniyə ağlı sığmaz həcmdə yeni məlumat yaranır. Biz buna böyük verilənlər də deyirik. Və təbii ki, bu nəhəng məlumat okeanında yol tapmaq getdikcə çətinləşir. Beləliklə, bu bizi çox vacib bir suala gətirib çıxarır. Həqiqətən də, bir düşünün, bu qədər informasiya axınının içində bir tədqiqatçı necə olur ki, həm ən vacib məlumatları tapır, həm də öz işinə fokuslana bilir? Məhz bu sual bizi problemin həllinə, yəni tamamilə yeni növ bir alətə ehtiyac olduğu qənaətinə gətirir. Və bu ehtiyaca cavab olaraq, səhnəyə artıq həyatımızın hər sahəsinə daxil olan süni intellekt çıxır. Amma burada bir şeyi dərhal vurğulamaq lazımdır. Süni intellekt tədqiqatçını əvəz etmək üçün deyil, ona kömək etmək, onu gücləndirmək üçün var. O, yeni bir köməkçidir. Yaxşı, bəs bu köməkçi əslində nədir və necə işləyir? Gəlin biraz daha dərindən baxaq. Süni intellekt, ya da qısacası, əslində çox sadə bir fikrə əsaslanır. Maşınlara insan kimi düşünmə və öyrənmə qabiliyyəti vermək. Bunun da özəyində maşın öyrənməsi dayanır. Təsəvvür edin, kiçik bir uşaq minlərlə pişik şəklinə baxdıqdan sonra artıq pişiyin nə olduğunu özü anlaya bilir. Maşın öyrənməsi də buna bənzəyir. Kompüterlər nəhəng həcmdə məlumatı analiz edir, oradakı nümunələri, əlaqələri öyrənir və zamanla daha da ağıllı olur. Bax, bu sitat məncə əsas ideyanı mükəmməl şəkildə ifadə edir. Deməli, CI insan zəkasını sıradan çıxarmaq üçün deyil, tam əksinə, onu daha da gücləndirmək üçün bir vasitədir. Belə düşünək, tədqiqatçı hələ də sükan arxasındadır. CI isə onun ən ağıllı, ən sürətli yol yoldaşıdır. Yaxşı, bəs bu ağıllı yol yoldaşı praktikada nə işə yarayır? İndi gəlin, süni intellektin bir tədqiqatçıya, xüsusilə də bir tarixçiyə konkret olaraq hansı sahələrdə yardım edə biləcəyinə baxaq. Süni intellektin köməyini şərti olaraq 4 əsas kateqoriyaya bölə bilərik. Bunlar, tədqiqatın ilkin planlaşdırılmasından başlayır, işin strukturunun qurulması, mənbələrin tapılması və nəhayət, yekun mətnin redaktasına qədər bütün prosesi əhatə edir. Gəlin indi hər birinə ayrı-ayrılıqda daha cədallı baxaq. Təsəvvür edin, hələ işə başlamazdan əvvəlsi sizə fərqli tədqiqat metodlarını müqayisə etməkdə kömək edir, güclü fərziyyələr, yəni hipotezlər qurmağınıza dəstək olur və hətta əldə edəcəyiniz məlumatları necə vizuallaşdıra biləcəyinizə dair qrafiklər, xəritələr yaradır. Bu, işin təməlini daha ilk gündən möhkəm qoymaq və əlbəttə ki, çoxlu vaxta qənaət etmək deməkdir. Bildiyimiz kimi, hər bir akademik işin özünə məxsus bir quruluşu, bir skeleti olmalıdır. Süni intellekt bu işdə əla bir memar kimidir. O, məsələn, bir çox elmi məqalədə istifadə olunan I am read, yəni giriş, metodlar, nəticələr və müzakirə modelinə uyğun bir plan qurmağa kömək edə bilər. Və ya təqdim edəcəyiniz jurnalın xüsusi format tələblərini analiz edərək işinizin bu qaydalara tam uyğun olmasını təmin edə bilər. Bax, bu mərhələ sirinin super gücünün həqiqətən də ortaya çıxdığı yerdə. O, minlərlə, hətta milyonlarla məqalə və kitab arasından sizin mövzunuza ən uyğun olanları saniyələr içində tapır, onların qısa xülasəsini hazırlayır və hətta rəqəmsallaşdırılmış köhnə əl yazmaları, tarixi sənədləri belə sizin üçün oxuyub təhlil edə bilir. Bu, əvvəllə həftələr çəkən bir işin indi dəqiqələrə sığması deməkdir. Və nəhayət, gəldik son toxunuşlara, yəni yazının redaktasına. CI alətləri mətninizin akademik dildə səlis və səhviz olmasına kömək edir. Üstəlik, hamımız üçün baş ağrısı olan bir məsələni, istinadların APA, Chicago kimi mürəkkəb formatlara uyğunlaşdırılmasını avtomatik olaraq həll edir. Əlbəttə, bu qədər güclü bir alət eyni zamanda böyük məsuliyyət də deməkdir. Belə güclü bir köməkçi ilə işləyərkən sərhədləri bilmək çox vacibdir. İndi isə gəlin, süni intellektdən istifadənin ən kritik tərəfinə, etik qaydalara və qırmızı xətlərə keçid edək. Bu ifadə əslində
hər şeyi öz yerinə qoyur. Süni intellekt bir qələm kimidir, bir kompüter kimidir. O, sadəcə bir vasitədir. Elmi işin əsl müəllifi, ideyanın sahibi və nəticənin bütün məsuliyyətini daşıyan şəxs həmişə və hər zaman tədqiqatçının, yəni insanın özüdür. Gəlin bu sərhədlərə daha aydın şəkildə baxaq. Sol tərəfdə sinə edə biləcəyi köməkçi işləri görürük. Texniki formatlama, biblioqrafiyanın avtomatik tərtibi, məlumatlardan qrafik yaratmaq. Yəni, vaxt aparan, amma mexaniki işlər. Sağ tərəfdə isə qətiyyən keçilməməli olan qırmızı xətlər var. Sizin yerinizə məqalə yaza bilməz, sizin yerinizə imza ata bilməz və ən əsası, heç bir halda elmi işdə həm müəllif kimi göstərilə bilməz. Çünki akademik dürüstlük və müəlliflik hüququ hər şeydən öndə gəlir. Və bəlkə də ən vacib qayda budur. Unutmayın, süni intellekt səhv edə bilər. O bəzən məlumatları yanlış anlaya, hətta uydura bilər. Buna görə də onun verdiyi hər bir fakt, hər bir rəqəm, hər bir təklif mütləq şəkildə tədqiqatçı tərəfindən təkrar yoxlanılmalıdır. Yekun iş yalnız və yalnız sizin, yəni insanın təbii zəkasının və tənqidi düşüncəsinin məhsulu olmalıdır. Bütün bunları nəzərə alaraq, bəzi tədqiqatçılar artıq daha irəli gedərək simi tədqiqat prosesinə sıfırdan inteqrasiya edən yeni iş üsulları təklif edirlər. Gəlin indi gələcəyə bir pəncərə açaq. Mənbəmizdə Nigar Camalova tərəfindən təklif olunan bu yeni metodologiya, sini artıq sadəcə bir köməkçi yox, prosesin tam mərkəzində olan bir tərəfdaşa çevirir. Fikir verin, burada si təkcə mətn redaktə etmir. O, rəqəmsəl mənbə bazasının yaradılmasından başlayaraq işin təhlilində aktiv iştirak edir. Amma ən maraqlı məqam nədir bilirsinizmi? Metodologiya sinin analizini insanın öz analizi ilə müqayisə etməyi təklif edir. Bu, siyə kor-körana güvənmək əvəzinə onunla dialoqa girmək, onun tapdıqlarını tənqidi süzgəcdən keçirmək deməkdir. Bu, məncə, insan və maşın əməkdaşlığının gələcəyi üçün çox doğru bir yanaşmadır. Beləliklə, sizi bu düşündürücü sualla baş-başa buraxırıq. Əgər süni intellekt sabah hər bir tədqiqatçının iş masasında adi bir alətə çevriləcəksə, o zaman bizim mənimsəməli olduğumuz ən vacib yeni bacarıq nə olacaq? Bəlkə də cavab maşına doğru sualları vermək və onun verdiyi cavablara heç vaxt kör-köranə inanmamaqdır. Başqa sözlə, tənqidi təfəkkürümüzü hər zamandan daha güclü saxlamaqdır. Bu barədə düşünməyə dəyər.